Bir neçə sualımızla davam edək. İnterferensiya nəyə deyilir? Interferensiya deyəndə biz əvvəl yaranmış, yəni öncədən bizdə olan vərdişlərin artıq yeni nələrisə, yeni vərdişlərə yiyələnməyimizə mənfi, negativ təsir göstərməsidir. Məsələn, tutaq ki, bir nəfər Kiril əlifbasını bilir, artıq o Latın əlifbasını öyrənməyə başlayır. Ona çətin olur. Nəyə görə? Çünki həmin o öncədən öyrəndiyi Kiril əlifbası, həmin o vərdiş onun yeni vərdişi, o əlifbanı öyrənməsinə mənfi təsir göstərir, ləngidir, vaxtın uzanmasına gətirib çıxarır. Deməli, bizim burada uyğun cavabımız əvvəl yaranmış vərdişlərin yeni vərdişlərin yaranmasına mənfi təsir göstərməsi. Bəli. B variantı, əvvəl yaranmış vərdişlərin yeni vərdişlərin yaranmasına müsbət təsir. Xeyr, burada mənfi təsir və ləngitmədən söhbət gedir. Yeni yaranan vərdişlərin əvvəl yaranmış vərdiş. Xeyr, burada yeni vərdişin, əvvəlki vərdişin yeni vərdişə mənfi təsiridir. O birləri də yeni variantlar yeni sözlə başladığına görə baxmağa ehtiyac yoxdur. Vərdiş nəyə deyilir? Anadan gəlmə davranış formasıdır. Xeyr, biz demişdik ki, anadan gəlmə davranış forması instinktiv davranış formasıdır. Şuurun nəzarəti olmadan, hətta deyə bilərik xüsusi nəzarəti olmadan, tam olaraq bu şəkildədir. Şuurun xüsusi nəzarəti olmadan icra olunan hərəkətlərdir. Bəli, yəni həmin hərəkətləri etmək üçün bizə şuurun nəzarətinə ehtiyac olmur, avtomatlaşdırılmış hərəkətlərdən söhbət gedir. Yəni, burada başqa testlərdə fərqli görsəz, avtomatlaşdırılmış sözünü açar söz olaraq götürə bilərsiniz. Çünki testlərdə tez-tez istifadə olunan sualdır. Psixologiyada materialist fikir, bu əvvəlki dərsimizdən olan testlərə aiddir. Təkrar üçün yenidən baxmağınızı istədim. Əvvəl ideya, sonra isə materiya yaranıb. Xeyr, biz demişdik ki, psixologiyada iki təlim, materialist və idealist olub əsas. Materialist təlim psixologiyanın inkişafında böyük rol oynamış bir təlimdir. Əvvəl ideya yaranıb deyilən isə idealist təlimdir, materialist deyil. İdeya olmadan materiya fəaliyyət göstərə bilməz. Xeyr, ideya olmadan materiya fəaliyyət göstərə bilər. Bu deyil, ideya materiyasız da fəaliyyət göstərə bilər. Xeyr, diqqət yetirirsinizsə, bunlar əsasən idealist təlimə aiddir. Materiya ideyadan bilavasitə asılıdır. Xeyr, bu idealist təlimə aiddir. Əvvəl materiya, sonra isə ideya yaranır. Bəli, bu bizim düzgün cavabımızdır. Yəni, əvvəl materiya və yaxud burada beyin sözü ola bilər. Amma bizdən idealist təlimi soruşsa, biz burada İlk öncə ideya və yaxud düşüncə sözünü görə bilərik ki, idealist təlimdə əvvəlcə ideya və yaxud düşüncə birinci olaraq yaranmışdır. Hələlik bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm.